Deməli, birinci dərsin testlərindən başlayıram. Mən birinci səhifə 9-da Who am I? Birinci hissə dinləmədir. Buradan öyrətdiyim kimi Google-a girirsiniz və query screen eləyirsiniz. Dinləmə mətni gəlir. Dinləməni yaxşı eləmək üçün uşaqlar əvvəlcə suallardan tanış olmalıdırlar ki, dinləmə eləyərkən səhv işləməsinlər. Birinci sualdan başlayıram. What are the advantages? İngiliscə oxumayacağım, çox vaxt getməsin deyə. Məktəb uniformalarının üstünlükləri nədir? A variantında deyir ki, valideynlər uşaqların məktəb uniforması geyinməsinə qarşı olur. Dinləmədə belə bir şey demir. B variantı, onlar narahat hiss edirlər və pis hiss edirlər uniformalarda. Bu da səhvdir. C bəndi, uşaqlar üçün məktəb uniforması geyinmək yaxşı ideya deyil. Not yazılıb. Bu da səhv variantdır. Düzgün variant D variantı olur. Uşaqlar rahat hiss edirlər. Formalarda düzdür. Y variantında deyir ki, uşaqların məktəb forması geyinmək uzun vaxt aparır. Dinləmədə isə tam əksini deyir. Deyir ki, uşaqlar çox vaxtlarını aparmır uniforma geyinmək. Biri var şkafa açıb 3-4 paltar seçirlər ki, görüm hansını geyinəm. Bir də var uniformalarını geyinib gedirlər. O da ona görə az vaxt aparır. Ona görə Y variantı da səhvdir. Düzgün cavab olur D bəndi. Sual 2. Məktəb uniformaları həmçinin birinci test, birinci cavab. Uşaqların bərabərliyini, birlik və bərabərliyini göstərir. Düzdür. 2-də deyir ki, məktəblər üçün pis seçimdir, səhvdir. 3-cü variantdır ki, hörmət hissini təqdim etmək üçündür, düzdür. 4-cü, gənclər üçün teenager yeniyetmə deməkdir. Yeniyetmə üçün bəzi çətinlikləri var. 4 də burada səhv olur. Çünki dinləmədə deyir ki, heç bir çətinliyi olmur. Hamı üçün rahatdır, asandır, valideynlər də xoşlayır, uşaqlar da xoşdur və s. Ona görə düzgün cavab olacaq B bəndi 1-3. 3-cü deyir ki, mətnin başlığı ümumiyyətlə mətn nə haqqındadır? Burada dinləmədə nədən danışılır? Düzgün cavab isə məktəb uniformalarının vacibliyindən. 4-dəki test true və false, yəni doğru və yanlışı seçməliyik. Nəyi doğru deyir, nəyi yanlış deyir? Dinləməyə qulaq asdıqdan sonra. Birincidə deyir ki, uşaqlar üçün məktəb forması seçmək çətindir, səhvdir, çünki asan da deyir dinləmədə. İkincidə deyir ki, yeniyetmələr üçün məktəb forması geymək çox rahatdır, düzgündür, true. Üçüncüdə deyir ki, uşaqlar uniformalar geyinəndə onlar müxtəlif görünürlər. Bu false-dur. Niyə? Çünki uşaqlar uniforma geyinəndə hamı eyni görünür, fərqli görünmürlər. Hamısı eyni uniformada olur deyə bir-birlərini oxşuyurlar. Yəni, ona görə bu false-dur, yanlışdır. 4-cüdə isə məktəb uniformaları məktəb həyatında vacib bir rol oynayır. Bu da true. 5-ə keçdim. Promoyu birbaşa tərcümə edirəm çox vaxt getməsin deyə. Salam. Mən sənə səyahət planım haqqında məlumat vermək istəyirəm. Mən istəyirəm sənə baş çəkim və bayramımızı biz birlikdə keçirək. 3 həftəyə görüşənədək hələlik Tina. Take care və sincerely kimi şeylər, yəni hələlik görüşənədək Tina. Deməli, burada Tina istəyir ki, keçirsin bayramını Betty ilə. Bunu da hardan bildik? Başlıqda yazıb ki, Dear Betty, əziz Betty. Mən istəyirəm ki, bayramımı səninlə keçirəm. Özünə müğayət ol Tina. Ona görə cavab olur Y bəndi. Tina istəyir ki, keçirsin bayramını Betty-gildə. 6-cını oxuyuram. Əziz Maria, mən istəyirəm sənə ən yaxın dostum Jane haqqında danışım. O çox sevimli bir qızdır. O öyrənir ingilis dilini, fransız dilini. O öyrənir ingilis dilini və onun ingilis dilisi çox yaxşıdır. Fransız dili yox idi, çaşdım. O öyrənir ingilis dilini və onun ingilis dilisi yaxşıdır. O kömək edir mənə dərslərimdə. O çox mehribandır və ağıllı qızdır. Take care, qayğısına qalmaq, yəni özündən müğayət ol, Kate. Deməli, Kate deyir Mariaya öz dostu haqqında. 7-ci sualı oxuram. Əziz Harry, salam, mən 5-ci sinifdəyəm indi. Biz 25 nəfərik. Bizim dostlarımızdan biri Martindir. O çox uzun boy oğlandır. O çox çalışır, onun qiymətləri çox yaxşıdır. Sincerely, take care, bu kimi şeylər məktubun axırında yazılır ki, yəni türklər deyir, sayğılarla, hörmətlərlə, yəni imza falan kəs, o mənaları daşıyır. Joy. Deməli, Joy deyir Harry'yə onun sinif yoldaşlarının biri haqqında. Çünki bu deyir, mən 5-ci sinifdə oxuram, 25 nəfərik. Dostlarımdan biri Martindir, o çox ağıllı oğlandır, belə yaxşı oxuyur, qiymətləri belə yaxşıdır. Deməli, öz dostu haqqında danışır, öz sinif yoldaşı haqqında danışır. 7-ci cavab olur C bəndi.